Bu dəfə yolumuzu Azərbaycanın ən qədim bölgələrindən biri Şamaxı istiqamətinə saldıq. Təbiətin qoynunda, sakitlik və yaşıllıq içində yerləşən Dəmirçi kəndindəki Dəmirçi Arxeoloji Muzeyinə gəldik. Muzeyə çatanda ilk baxışdan diqqətimi onun memarlığı çəkdi. Muzeydə sərgilənən eksponatlar çox maraqlıdır. Burada neolit və eneolit dövrlərinə, yəni 1000 illər əvvələ aid gil qablar, daş alətlər, oxucluqları, bəzək əşyaları və qəbir abidələri var. Hər bir əşyanın yanında onun tapıldığı yer və tarixi yazılıb. Bələdçi bizə danışdı ki, bu ərazidə arxeoloji qazıntılar aparılarkən çoxlu maraqlı tapıntılar aşkarlanıb və Dəmirçi kəndi əslində qədim yaşayış məskəni olub. Ən çox diqqətimi çəkənlərdən biri qədim gil qabların naxışları idi. Bəziləri o qədər incə və zərif işlənib ki, insan onların 1000 illər əvvəl əl ilə hazırlandığına inana bilmir. Sonra muzeyin ayrıca bir hissəsində dəmirçilik sənətinə aid olan alətlər və o dövrün metal əşyaları nümayiş olunurdu. Dəmirçi kəndi qədim zamanlarda bu sənətin əsas mərkəzlərindən biri olub. Bələdçi bizə göstərdi ki, burada bəzi əşyalar təxminən 3-4 min il əvvəl düzəldilib. Muzeydə elə bir aura var ki, sanki zaman səni geri aparır. Hər vitrində bir hekayə gizlidir. Kim bu dəstə hazırlayıb, kim bu qabdan su içib, kim bu torpaqda yaşamış, hamısı sir kimi durur. Həyətin bir hissəsində isə Şamaxının dağları görünür. O mənzərəni izləmək insana qəribə bir rahatlıq verir. Əgər siz də qədim mədəniyyətlərə, tarixə və sirlərlə dolu yerlərlə maraqlanırsınızsa, Dəmirçi Arxeoloji Muzeyinə mütləq baş çəkin.